Yeniden görüşməyimizə şad oldum. Bu milyonların şousudur və bu dəfə də kim zəngin olmaq istəyir sualına mən cavab verənlər hamı bizimlədir. İştirakçılarımız oyununu oynayacaq, onların qazanacağı pulu isə Azer Lotereya ödəyəcək. Bugünkü oyunun ilk iştirakçısı çox maraqlı insandır. Mən onu çoxdan tanıyıram və burada əyləşəcəyinə çox şadam. Aygün Tağıyeva Bakıdan milyonların şousunda. Aygün xanım, haradasa 20 ildən çoxdur ki, siz mənim radyo verilişimin dinləyicisiniz. Bəli. Mən də bütün tamaşaçıları salamlayıram. Axşamları xeyirli olsun deyirəm. Fatih mənim tanışım olduğuma görə mənə kömək eləmədi. O, mənim gözdən əngəlli olduğuma görə mənə kömək elədi. Təşəkkürlər. Görmə məhdudiyyətlisiniz desəm belə daha doğru olar. Amma bilirəm ki, geniş erudisiyaya sahibsiz və ümid edirəm ki, bu oyun bunu nümayiş etdirmək üçün sizə gözəl imkan verəcək. İnşallah. Bacınız Əfsanə xanımı salamlayıram, onu görməyə şadam və Aygün xanım, bugünkü oyunumuzda hamı üçün olan qaydaları sizə də xatırlatmaq istəyirəm. Belə ki, sizi 15 sual gözləyir və onların hər birinə cavab aldıqdan sonra siz 100.000 manat qazanmış olursunuz. Xatırlatmaq istəyirəm ki, 5-ci suala cavab verdikdən sonra ilk itirilməyən məbləğ 200 manata sahiblenirsiniz. İkinci itirilməyən məbləği qazanmaq üçün isə 5-ci sualdan sonra istənilən məbləğlə və sualla bağlı bunu təyinatı edə bilərsiniz. Xatırladıram ki, 3 köməyiniz var. 50-50-yə, dosta zəng və tamaşaçıların köməyi. Mənə elə gəlir ki, bu qaydalar sizə tanış olmalıdır. Bəli. O zaman milyonların şousu sizin üçün başlayır. İlk sualım 10 manat kazandırır. Sual belədir. Azərbaycanda kənd təsərrüfatında hansı ev quşlarından geniş istifadə olunmur? A. Toyuq, B. Ördək, C. Qaz, yoxsa D. Pingvin? Son variant D. Daha doğrusu son qərar variant D. Pingvin. Onlar Antarktidada olur. Pingvin cevabı bu sualın doğru cevabıdır. İkinci sualım 20 manat dəyərindədir. Sual belədir. Aşağıdakı sözlərdən hansı həm də say bildirir? A. Əlli, B. Ayaqlı, C. Burunlu, D. Qulaqlı. Təbii ki, bu bizim A variant son qərar 50. 50. Elədir ki var. Üçüncü sual 50 manat dəyərindədir. Və sual belədir. Hansı yeməyin adı formasına uyğundur? A. Çığırtma, B. Lülə kabab, C. Qovurma, D. Cızbız. B variantı son qərar. Lülə kabab. Aha. Bu da doğru cevap oldu. Dördüncü sual 100 manat dəyərindədir. Qiymətli, qıvrım tüklü dərisi olan qoyun cinsi necə adlanır? A. Novruz gülü, B. Nərgiz gülü, C. Qızıl gül, yoxsa D. Qara gül. Bəli, bu dəqiq son qərar, daha doğrusu D variantı son qərar Qaragül. Qaragül. Karaküllə deyirlər onu. Orta Asiyada yetişdirilən buxara dərisi məhz Qaragüldür. Hətta deyirlər indi ona da son qoyurlar. Çünki o da bir cür varlıqda, barbarlıq deməkdir. Hətta deməli qoyunun bətnində olan
qoyunu, quzunu götürürlər, kəsirlər ki, ondan qaragül düzəltsinlər. Yoxsa sonra onun tükləri deyir, O qıvrımı açılır, açılır. bəli. Elədir ki, var. 5-ci suala çatdıq. İlk itirilməyən məbləğ üçün oynayırsınız. Bazunun iki başlı əzələsi necə adlanır? A. Deltaya bənzər əzələ. B. Çiyin əzələsi. C. Biceps. D. Triceps. Yəqin ki, bir biceps olar, bir triceps 3-dir, biceps yəqin 2-dir. Cavab verək. Verək, deməli, cavab C, son qərar, biceps. C. Biceps. Bu sual da iki başlı nəsə sual idi ya. Amma düz cavab verdiniz. Şükür Allah. Cristiano Ronaldo demişkən, su. İlk 5 sual cavablandırıldı. Yəni ilk itirilməyən məbləğ də qazanılıb. Bu 200 manat oyun necə bitir bitsin ən az 200 manat sizin olacaq. Azərloteriya bunu vəd edir. Aygün xanım, 10 sual qalıb, 3 köməyiniz də yerindədir. Xatırladıram ki, bu 50-50-yə dosta zəng və tamaşaçıların köməyini ehtiva edən yardım metodlarıdır. Mən xatırlayıram ki, siz hətta görmə məhdudiyyətiniz olmağına baxmayaraq ali təhsil belə almağa müvəffəq olmusunuz. Bəli. Və bundan savayı da daim bu və ya digər yolla mütaliə etməyə davam edirsiniz. Bu qədər çox bilik yığmaq həvəsi sizdə necə yaranıb? Əvvəla uşaqlıqdan anamın ciddi nəzarəti olub, baxmayaraq ki, zəif görən uşaq olmuşam. Amma anam cəzalandırıb, dərsi oxumaqlığa görə cəzalandırıb. Bu yolla siz başa düşmüş ki, bu artıq vərdişə çevirir. Bəli. Aydındır. Sizin 100.000 manatla bağlı planlarınız maraqlıdır. Yəqin Elon Musk'la sövdələşərik, axşam bazarında ondan bir biyonik göz alar. İnşallah. 6-cı suala gəlib çatdıq. 300 manat üçün oynayırıq. 300 manat itirilməyən məbləğ təyin edilməlidirmi? Yox, elə 3 kömək var. Gedək. 6-cı sualı verirəm. Laureat sözündə hansı bitkinin adından istifadə olunub? A. Dəfnə, B. Palıd, C. Zeytun, yoxsa D. Şam? Bu son qərar variant A, dəfnə, yəni lavr. Qədim Yunanıstandan gəlib bu adət. Bu termin həqiqətən qədim Yunanıstanda yaranıb. Orada qalibləri fəxri çəngəllərlə təltif edirdilər və çələng də dəfnə budaqlarından hazırlanırdı. Bizim yarışın laureatı isə bilirsiniz 100.000 manat qazanır və o çələng dəfnə yox, pul, belə deyək, əskinazlarından toxunmuş bir çələng hesab oluna bilər. Ümid edirəm ki, qalan 9 sualda da eyni şücaəti göstərəcəksiniz. 7-ci suala çatmışıq. 400 manat itirilməyən məbləğ təyin etmək istəyirsinizmi? Yəni bir addım irəliyək. Yaxşı, sualı verirəm. İctimai televiziyada yayımlanan əlaçı verilişinin ikinci raundunda neçə mövzu olur? A3, B7, C12, yoxsa D20? Mən səhv eləmirəmsə orada 12 olmalıdır. Hər iştirakçı 2 dəfə mövzu seçir. Bu cavabı vermək istəyirsiniz? Kim risk etmir deyəsən, şampan içmir. Cəhd edək. Deməli, C variantı, son qərar 12. C12. Düz buyurursunuz. $750 manat üçün oynayırıq. 8-ci sualın mükafatını itirilməyən məbləğ etmək lazımdır. Yəni bir addım irəliyək. Yaxşı. Sual budur.
2024-cü ildə premyerası olan Qırmızı Biri filmində qırmızı kimin kod adıdır? A. Hellboy, B. Santa Claus, C. Magneto, yoxsa D. Qırmızı Papaq? Sözün açığı, mən bu filmə baxmamışam. Vaxtı da uzatmaq istəmirəm. Əziz tamaşaçılardan xahiş edib kömək etsinlər. Tamaşaçılar pultları əllərinə götürür və Aygün xanımın çağırışına cavab verirlər. 2024-cü ildə premyerası olan Qırmızı Biri filmində qırmızı kimin kod adıdır? Hellboydursa A, Santa Clausdursa B, Magnetodursa C, Qırmızı Papaqdursa D düyməsini sıxmaqla fikir bildirə bilərsiniz. Buyurun, vaxt getdi. Tamaşaçıların 51% hesab edir ki, bu Santa Clausdur. Magneto və Qırmızı Papaq variantına uyğun olaraq 20% səs veriblər. Hər birinə 20%. Ən az inandıqları Hellboydur. Ən çox inandıqları dediyim kimi Santa Claus. Gəlin tamaşaçılara inanaq və son qərarımızı verək. B. Santa Claus. Bəli. Bu son qərardır. Bəli. Həmin qəhrəmanı uğurlayırlar. Bir bayram ərəfəsində. Yəni Santa Claus doğru cavabdır. Tamaşaçılara təşəkkürümü bildirirəm. Tamaşaçılar əllərindən gələn dəstəyi göstərdilər. Çox sağ olsunlar. Əhsən. 9-cu suala çatdıq. 1500 manat itirməyən məbləğ təyin etmək istəyirsiniz, yoxsa tezdə? Amma gəlin risk edək. Risk etməyə daha doğrusu elək. 1500 manat qoyulsun, yanmayan məbləğ. İtirilməyən məbləğə 1500 çevrilir. Qalır bircə suala cavab vermək. Sual da budur. Mary Poppins haqqında əsərlərin müəllifi kimdir? A. Irene Byers, B. Flora Thompson, C. Catherine Patterson, yoxsa D. Pamela Travers? Sözün açıq. Sizcə Mary Poppins haqqında əsərlərin müəllifi kim ola bilər? Irene Byers, Flora Thompson, Catherine Patterson, yoxsa Pamela Travers? Bundan da anlayışım yoxdur. Düşünmürəm ki. Uşaqlıqda sizə Mary Poppins haqqında oxuyublar? Yox. Yox. O zaman bəlkə bunu bilən dostunuz, tanışınız var? Sözün açığı çox. Bu halda 50-50-yə köməyindən də 50-50-yə köməyi onda olur, yəni ki, deyir, bəxti xuda. bir var 4 variantdan bəxti xuda, bir də var 2 variantdan. Amma yenə xatırladıram ki, dosta zəng köməyi bunu bilən dostunuza zəng etsə sizə yardım ola bilər. Gəlin onda Elvinə zəng vuraq. Elvini yığaq. Elvin kimdir, bağışlayın? Elvin də radiolarda fəal iştirakçı olan Elvin Abbasov. Elvin Abbasov. Yəni o müsabiqələrdə aktiv oynayan iştirakçıdır. Onunla necə dostlaşmısınız? Deməli, sosial şəbəkələrdən. Aydın. Mary Poppins haqqında əsərlərin müəllifini bilirsə, o sizə kömək ola biləcək. Gəlin yığaq. Alo. Axşamınız xeyir olsun Elvin. Sizinlə danışan Fatihdir, Milyonların şousundan. Axşamınız xeyir Fatih bəy, necəsiniz? Yaxşıyam və mənimlə üz-üzə Aygün xanım Tağıyeva əyləşib. Bugün o oynayır. Uğurlar Aygün xanıma. Çox sağ olun. Aygün xanım bir sualla bağlı çətinlik yaşayır. Mən istəyərdim siz ona kömək etməyə cəhd edəsiz.
O dedi ki, dosta zəng köməyindən istifadə edirsə, məhz sizi yığmağı vacib və doğru hesab etdi. Sualı cavablandırmağa hazırsınız, müsaitsiz? Bəli, bəli. O zaman 30 saniyə vaxtınız var və vaxt elə indi başlayır. Mary Poppins haqqında əsərlərin müəllifi kimdir? Irene Byers, Flora Thompson, Catherine Patterson yoxsa Pamela Travers? Mary Poppins Mary haqqında... Potter. Bəli, Mary Poppins haqqında əsərlərin müəllifi kim ola bilər? Irene Byers, Flora Thompson, Catherine Patterson yoxsa Pamela Travers? 9 saniyə, 8, 7, Mary Poppins. Pamela Travers. Pamela Travers. D. Pamela Travers. Aygün xanım? Mən ağdımda Elvinə. Bu son qərardır. Pamela Travers. Olsun. D. Pamela Travers cavabını verirsiniz. Aydındır. Və bu cavab doğrudur. Çox sağ olsun. Aygün xanım, Elvinin vaxtında doğru cavabı deməsi imkan verir ki, 30 saniyə içində 1500 manat qazanasınız. Təbrik edirəm. Çox sağ olun. 6-ca sualınız qalıb, düzdür cəmi bir köməyiniz. Amma bu 6 sualdan sonra siz 100 minin sahibinə çevrilə bilərsiniz. Hələlik oyun necə bitir bitsin, Azərlotereya sizə ən azı 1500 manat ödəyəcəyini vəd edir. Sağ olsun. 10-cu suala çatırıq, 3000 manat üçün oynayırıq. Hazırsınız? Bəli. Sual belədir. Aşağıdakı Afrika ölkələrindən ərazisinə görə böyüyü hansıdır? A. Misir, B. Əlcəzair, C. Angola, yoxsa D. Kamerun? Qabaq, deməli, coğrafi məkandan götürəndə Afrikada ən böyük dövlət Sudan idi. Yəni, o hətta BMT-də ərazisinə görə Sudan sayılırdı. Sudan iki yerə bölünəndən sonra yerini verdi Əlcəzairə. Dəqiq son variant, dəqiq Əlcəzair. Dərhal cavab verirsiniz. Bəli, B. Əlcəzair. Əlcəzair. Və bu cavab doğrudur. Bildiyinizi çox yaxşı bilirsiniz. Bilmədiyinizə də dostlar kömək edir. Çox sağ olsunlar. 11-ci suala çatdıq. İndi də 5000 manat üçün oynayırsınız. Növbəti sual. Jack Londonun ədəbi qəhrəmanı Smoke Bellew sinqa xəstəliyini nə ilə müalicə edirdi? A. Pomidor, B. Xiyar, C. Kartof, yoxsa D. Ananas? Sözün açığı, çınqa xəstəliyi vitamin C-nin çatışmamazlıqdan olur. İndi bilmək lazımdır ki, bu deməli, vitamin C daha nəyin tərkibində daha çoxdur? Pomidor, xiyar, kartof, ananas. Ananas. Gəlin 50-50-dən istifadə edək. Kompüter 2 səhv variantı bu halda yığışdıracaq və gəlin görək hansılar qalacaq. Beləliklə, xiyar və kartof versiyası qaldı. Sizcə, sinqa xəstəliyini Jack Londonun qəhrəmanı nə ilə müalicə edirdi? Xiyar yoxsa kartofla? Ümumiyyətlə, ondan başlayaq ki, sizcə kartofda yoxsa xiyarda vitamin C daha çoxdur? Mən bilən kartofda daha çox olur. Misal üçün, pomidoru dəqiq bilirdim ki, orada vitamin A-dır. Sözün açığı, ananas fikirləşirdim ki, bəlkə də onun tərkibində daha çoxdur. Amma xiyarın tərkibində vitamin C... Xiyarın 80% sudur. Sudur. Düşünürsünüz ki, kartof. Bəli. Bu yerdə xatırladım ki, xiyar B variantıdır, kartof C variantı. Üst-üstə düşə bilər, gəlirsən C ilə C.
Cavab verirsiniz. Gəlin deyək də kartof C. Bu son qərardır. Son qərar. Əziz tamaşaçılar, bəs siz bu suala cavab verəsi olsaydınız nə deyərdiniz? B xiyar yoxsa C kartof? Uyğun hərfi 9677-yə SMS ilə göndərməklə siz də oyunumuza qatıla bilərsiniz. Doğru cavab verənlər arasından bir nəfəri İctimai Televiziyanın Facebook səhifəsində gələn həftənin əvvəli açacağım canlı yayımda qalib edəcəyəm və o bir nəfər Azərlotereyadan 100 manat qazana biləcək. Uğurlar! Ötən həftəki SMS oyununun qalibi Bakıdan Turan Əliyev oldu. Oyunumuzun ən maraqlı yerindəyik, həyəcan artıb və indi bəxt və şans məsələsinə hər şey qalır. Əgər sizin də həyatınızda hər şey bəxt və şans vahidləri ilə ölçülürsə, deməli Azərlotereya sizə həmişə təklif etməyə nəsə tapacaq. Aygün xanım, sizə verdiyim sualda sinqa xəstəliyinin qidada vitaminlərin, xüsusilə də C vitamini çatışmaması nəticəsində yarandığını düz anladınız. Qalır bircə kartof yoxsa xiyarın vitamin C ilə zəngin olması və ən nəhayət Jack Londonun ədəbi qəhrəmanı Smoke Bellion'un xəstəliyi məhz kartofla müalicə edib etmədiyi. Sizə şad xəbərim var. O, müalicəsini kartofla edirdi. $5000 manatınız var. Oyun burada dayansaydı 5000 manatla nə edəcəydiniz? 5000 manatla səyahətə gedərdim. Hara? Deməli, Avropada, yəni Qərbi Avropa ölkələrinin birində olmaq istəyərdim. Birinci... İtaliya, Venetsiya. Mən arzu edirəm ki, qazanacağınız 100.000 manatla Qərbi Avropanında, İtaliyanda, ümumiyyətlə ayaq basmaq istədiyiniz hər yerə səfər edə biləcəksiniz. İnşallah. Beləcə 12-ci suala çatdıq. 8000 manat üçün yarışacağınızı təxmin edirdiniz. Bəli. O zaman 8000 manat üçün sual verirəm. Aygün xanım, Bəli. sual budur. Məşhur aktrisa Julia Roberts'in ikinci adı nədir? A. Barbara, B. Victoria, C. Fiona, D. Sofia. Hər hansı bir təxmininiz varmı? Təxminim Barbaraya'dayım. Amma çox təəssüf ki, mən bu sualın cavabını həqiqətən də bilmirəm. Xatırladım ki, hal-hazırda 5000 manatınız var və səhv cavab versəz, cəmi 1500-də gerirsiniz. Amma düz cavab versəz, 8000 qazanırsınız. Barbara, Victoria, Fiona, Sofia. Çox təəssüf ki, mən bu sualın cavabını bilmirəm və son qərar mən oyunu dayandırıram. Elə indi. Bəli. Yaxşı. Yaxşı. Amma yenə də Barbara, Victoria, Fiona və ya Sofia cavablarından hansını vermək istəyərdiniz? Neysə, Barbaranı. Nə yaxşı ki, bu cavabı vermədiniz. Çünki doğru cavab Fiona'dır. Çox ağıllı oyun oynadınız və yekunda mükafatınız 5000 manat. Bu pulu sizə Azərlotereya ödəyəcək. Aygün xanım, bu təcrübə sizə nəyə görə lazım idi? Yəqin bundan da yüksək mükafatlar qazanmaq üçün. Milyonların şousu sizi çox sevdi. Gəldiyinizə görə çox təşəkkür edirəm. Mən də
həm sizə, həm İctimai Telekanalına, həm də Azərloteriyaya təşəkkürlər. Əziz tamaşaçılar, milyonların şousu sizin üçün davam edir. Yatmayın, yox, baxın, görün kim oynayır. Füzuli Əlləzov Bakıdan milyonların şousunda. Xoş gəlmişsiniz Füzuli. Xoş gördük, çox sağ olun Fatih bəy. Sizi və qardaşınız Firadı salamlayıram. Niyə oynamaq istədiniz? Əslində bu oyun mənim üçün bir sınaqdır. Fikirləşdim ki, gəlin biraz biliklərimi, biraz şansımı, biraz da intuisiyamı sınayım. Deməli, bəzi cavablarda intuisiyanız işə düşür. Mütləq. Mən ümid edirəm bu köməklər bitəndən sonra olmayacaq da. Çünki Ümid adətən edirəm. oyunçularımız köməklər bitəndən sonra deyir ki, daxili səsim deyir ki, bilmirəm necə, amma doğrudan da bəzən haqlı çıxırlar. Var elə bir şeylər razıyamsın. Nə qədər pulla gedəcəyinizi düşünürsünüz? Nə qədər banal səslənsə də, mənim üçün əslində iştirak vacibdir. Dediyim kimi, sada aldığım bilik, şans və intuisiyamı test eləmək üçün gəlmişəm. Amma bunun bir qarşılığı olsa etiraz eləmərəm və həmin qarşılıq yüksək bir məbləğ olsa da çox məmnun olaram. Arzumu deyim sizə, 100 minlik sualı görmək istəyirəm. Amma yəni cavab verməsəm belə o sualı görmək istəyirəm. Amma hədəfim 16 mindir. Çox aydın bu oyunu özünüzə təsəvvür edirsiniz, bu məni sevindirir. Ona görə də sizə qaydaları bir də xatırlatmaq istəyirəm. Buyurun. 100 min manatlıq sualı görmək üçün 14, 100 mini qazanmaq üçün isə 15 sualıma düz cavab verməlisiniz. Xatırladıram ki, 5-ci suala cavab verəndə siz ilk itirilməyən məbləğ 200 manatı qazanırsınız. İkinci itirilməyən məbləği isə 5-ci sualdan sonra istənilən məqamda özünüz təyin edə bilərsiniz. 3 köməyiniz olduğunu da unutmayın. 50-50-yə, dosta zəng və tamaşaçıların köməyi. Bir də intuisiyanız. Davam edə bilərik. Buyurun, davam edək. Onda milyonların şousu sizin üçün başlayır. Başlasın. İlk sualım 10 manat qazandırır. Və bu sual belədir. Bir şəxsin və ya idarənin adından iş görmək üçün verilən rəsmi sənəd necə adlanır? A. Mətnamə, B. İttihamnamə, C. Etibarnamə, yoxsa D. Məhəbbətnamə? Bu sənədə gərək hər kəsə verməyəsiniz. Etibar etdiyiniz şəxsə verəsiniz. Cavab C. Etibarnamə son qərarımdır. Təsvir edilən hallarda adətən etibarnamə verilir. İkinci sual 20 manat üçün. Qeyd olunan canlılardan hansı digərlərinə yuxarıdan aşağı baxır? A. Timsah, B. Zürafə, C. Tısbağa, D. Kərgədan. Mən bilirəm ki, bu heyvanın təzyiqi də yüksək olur. Çünki onun başına qanun işləməsi üçün xeyli əziyyət çəkmək olur. B variantı zürafə, son variant. B. Son qərarım. Zürafə. Timsah da, tısbağa da, kərgədan da bütün bu siyahıda olan heyvanlar zürafəyə aşağıdan yuxarı baxır. Düz buyurursunuz. Üçüncü sual 50 manat qazandırır. Bolluğu, firavanlığı bildirmək məqsədi ilə işlədilən ifadədə nəyin adı çəkilir? A. Süd gölü, B. Qatıq okeanı, C. Xama dənizi, yoxsa D. Qaymaq çayı? Bolluğu, firavanlığı bildirmək məqsədi ilə işlədilən ifadə. Yəqin ki, süd gölü olar. Bu cavabı verirsiniz. A. Süd gölü son qərarım.
Axı işlər qaymaq kimi getməsi üçün Çay da axır da. oyun isə davam edir. Dördüncü sual 100 manat dəyərində. Hansı bitkinin meyvəsi uzun sovdur? A. Şaftalı, B. Ərik, C. Grapefruit, D. Banan. İndi meyvələrin genini o qədər dəyişirlər ki, mən hər şey gözləyirəm. Amma bu suala cavab D variantıdır. Banan, son qərarım. Banan bitkisinin meyvəsi, bəli, uzun sovdur. Füzuli, növbəti sual ilk itirilməyən məbləği qazandırır. 200 manat üçün bu suala cavab verməlisiniz. Taxıl və ot biçmək üçün nədən istifadə edirlər? A. Oraq, B. Bel, C. Dırmıq, D. Kötan. Cavab A. Oraq, son qərarımdır. A. Oraq. Bu dəfə də yanılmadınız. Necə oldu ki, siz anket göndərdiniz? Əslində mən anketi ilk dəfə pandemiya dövründə göndərmişdim, 2020-ci ildə. O vaxtdan O gözləyirsiniz. vaxtdan gözləmirəm, xeyr. O vaxtdan bir xəbər çıxmadı, amma hardasa bir il bundan əvvəl və yaxud il yarım da ola bilər. Çünki mən unutmuşam. Bir daha anket göndərdim, elə verilişə baxa-baxa. Yadıma düşdü ki, mən nə vaxtsa göndərmişdim, cavab gəlməmişdi. Qərar verdim ki, yenidən göndərim. Açığı tam yadıma çıxmışdı ki, mən anket göndərmişəm, amma bu yaxınlarda xoş xəbər gəldi. Bəs birinci və ikinci anketinizin arasında fərq çox idi. Hardasa 2020, 2023, 3 ilə yaxın var idi. Məzmununda necə? Məzmununda yox idi, səhv eləmirəmsə. İndi yaddaşım məni yanılda bilər, amma Yəni 2020-dən bu yana həyatınızda əhəmiyyətli hansı hadisə baş verib? qızım doğulubdu. Bəs eləyirdi. Bəs eləyir. 100 mini xərcləməyə artıq bildiyi yer var. Yer var, bəli. Bu pulla nə edəcəksiniz? Açığını deyim, mən planlamamışam. Yəni, mənim əsas işim planlama və proqnozlaşma olduğuna baxmayaraq, məhz bu sahədə heç bir planlama apara bilməmişəm. Görək qismət, əvvəlcə 100 mini götürək, sonra bir şey fikirləşərik. O zaman 6-cı suala keçək. 300 manat itirilməyən məbləğ təyin edilir. Xeyr, hələ tezdir, davam edək. Sualım budur. Şotlandiyanın Loch Ness gölündə yaşadığı iddia olunan bət-heybətə hansı adı veriblər? A. Manipogo, B. İssi, C. Nessi, yoxsa D. Şamp. Loch Ness gölündə Bu haqda oxumuşam, bəli. yaşayan bir beybətə. Kimləri bunu doğru olduğunu deyir, kimləri əfsanə olduğunu deyir. Oxumuşam bunu, sadəcə biraz yaddaşımda eşələnməliyəm. Əgər yaddaşınız sizi indi yarı yolda qoyursa, 3 köməyiniz olduğunu xatırladıram. Bəli, xatırlayıram. Gəlin zaldan kömək istəyək. Tamaşaçılardan pultları əllərinə götürməyi xahiş edirəm. Şotlandiyanın Loch Ness gölündə yaşadığı iddia olunan bət-heybətə hansı adı veriblər? Manipogo'dursa A, İssidirsə B, Nessidirsə C, Şampdırsa D düyməsini sıxmalısınız və sizə ayrılan vaxt elə indi başlayır. Buyurun. Nessi deyirlər. Əla. Tən yarısı Nessi deyir. Açığını deyim, mən Nessi ilə İssi arasında qalmışdım. Yox, İssiyə cəmi 12% səs verir. Ona görə də bir daha əmin oldum ki, cavab C, Nessi son qərarım. Nessi. İssi Yaponiyada, Manipogo Kanadada, Şamp isə Şimali Amerikada yaşadığı iddia olunan əfsanəvi varlıqlardır. Nessi isə bu sualın cavabı. Təşəkkür edirəm.
Füzuli 2 köməyiniz qalıb və 9 sualınız. 7-ci suala hazırsınız. Hazıram. 400 manatdır. Necə itirilməyən məbləğ təyin edirsiniz? Davam edək Fatih bəy. O zaman sual. Yusuf Dikeç 2024 Yay Olimpiya oyunlarında hansı idman növündə gümüş medal qazanmışdı? A. Boks, B. Güllə atıcılığı, C. Judo, yoxsa D. Üzgüçülük? Mən xatırlayıram, onun hətta məşhur bir duruşu da var idi. Səhv etmirəmsə, söhbət həmin idmançıdan gedir. Güllə atıcılığı üzrə. Xatırlayıram, o qızıl qazanmasa da Qızıl qazanan idmançıdan daha çox məşhur oldu, bəli. Və ondan sonra bir trend kimi yayıldı, həmin onun o duruşu. Gəlin risk edək. Əslində risk də deyil. Olsun B variantı, güllə atıcılığı. Bu son qərardır. Son qərarımdır. O atışa çox sadə yanaşması ilə viral oldu. Heç bir gözlə görünən iri qoruyucu vasitə, qoruyucu linza taxmamışdı. Həmçində boş əlini cibinə qoyub atırdı deyə atəş açmağı dünyanın ən məşhur fotoşəkilləri və memlərinin yaranmasına səbəb oldu. Düzdür. Səkkizinci sual 750 manat üçün oynayırıq. Bu məbləğ necə itirilməyən məbləğdir? Düşünürəm ki, hələ tezdir. Yaxşı. 101 Dalmatin filminin antagonist qəhrəmanı kimdir? A. Cruella de Vil, B. Cersei Lannister, C. Bellatrix Lestrange, yoxsa D. Maleficent? Cersei Lannister 100% deyil. Çünki bu Taxt-Tac oyunları serialında olan bir obrazdır. Bəlkə C. Bellatrix Lestrange? Açığını desəm, yerdə qalan üçü haqqında heç bir təsəvvürüm yoxdur. Ya da Cruella de Vil? İş orasındadır ki, bu filmə də baxmamışam. Maleficent sizə nəsə deyirmi? Nəsə deyir o. Nə deyir? İntuisiyam deyir. Bəlkə cavab ver deyir. Gəlin zəng edək. Kimə? Gəlin Arslan bəyə zəng edək. Niyə ona? O filmlərlə bağlı bilgisi çoxdur, çox film izləyir. Ola bilsin ki, o bu suala cavab verə bilsin. Buna da baxdığına əminsiniz? Yəqin ki, baxmış olar hər halda. Əgər mənim şansım mənim yanımdadırsa. Bəs 50-50-yə seçsəydiniz? 50-50-yə seçsəydim, əgər Cersei ilə Lannister ilə birgə hər hansısa bir variant qalsaydı, Yenə hə. yenə hə, amma olmaya da bilər. Əgər Cersei ilə Lannister getsə, yenə də mənim heç bir fikrim olmayacaq bununla bağlı. Ona görə də gəlin zəng edək. Olsun. Arslanı yığaq. Alo. Salam Arslan, sizinlə danışan Fatihdir Milyonların şousundan. O, salam Fatih Bey, salam. Necəsiz? Sağ olun, təşəkkür ederim. Siz necəsiz? Mən də şükür yaxşıyam. Mənimlə üz-üzə iş yoldaşınız Füzuli Əlləzov əyləşib. Hə, nə gözəl, güzel. Pis oynamır, amma növbəti sualda deyir ki, kinoların hamısına baxan dostuma yığmaq istəyirəm. Kinolar, buyurun. Odur ki, 30 saniyə vaxtınız var və həmin vaxt elə indi başlayır. 101 Dalmatin filminin antagonist qəhrəmanı kimdir? Cruella de Vil, 101 Dalmatin, 101 Cruella de Dalmatin Vil, filmi. Bellatrix Lestrange, Maleficent. Qəhrəmanın adı biləcək, hansı qəhrəman? Antagonist qəhrəman. Antagonist qəhrəman. Bəndə hansıydı?
Maleficente, Bellatrix Lestrange, Cruella de Vil. Tam əmin deyiləm. Amma Amma nə? Amma nə? 50-50-yə. Başqa yolumuz yoxdur, gedək 50-50-yə. Kompüter 2 səhv variantı yığışdıracaq. Görəsən hansılar gedəcək. Bircə kaş ki Cersei Lannister qalardı da. Nə olar qalsın? Oy, oy, Cavab oy. A, Cruella de Vil. Son qərarım. A. Cruella de Vil deyirsiniz və yanılmırsınız. Yəqin indi itirilməyə məbləğ təyin edərsiniz. Yəqin ki, edərəm, bəli. 1500 manat Olsun. itirilməyən məbləğə çevrilir. Köməksiz oynamaq çətindir. Sizə bir söz indi nə lazımdır? Çox çətin bir dənə sual olsun. Onu cavablandırasınız. Həvəsləndim. Həvəslənəsiz. Bu da o sual. Şengen kəndi harda yerləşir? A. Almaniya, B. İsveç, C. Danimarka, D. Lüksemburg. Maraqlısı odur ki, bunun haqqında oxumuşdum mən. Bəs Şengen zonasına səyahət etdiyiniz olub? Təəssüf ki, olmayıb, xeyr. Amma bilirsiniz, bu kənddə müvafiq sövdələşmə imzalanıb. Bundan sonra həmin kəndin adı tarixə düşür. Şengen. Oxumuşdum bunu, bilirdim. Danimarka deyil, 100%. İsveç də deyil. Almanya yoxsa Lüksemburg? Lüksemburg əslində çox kiçik bir ölkədir. Onun belə bir kəndi ola bilərmi? Gəlin risk edək, şansımızı yoxlayaq. Hansı cavabı vermək istəyirsiniz? Cavab D. Lüksemburg. Bu son qərardır. Son qərarımdır. Çox yaxşı bir sual verdiniz ki, yəni Lüksemburg boyda balaca ölkənin kəndi Avropa üçün bu qədər əhəmiyyətli sazişin imzalanmasına yer ola bilər. Yəni Lüksemburg özü nə boydadır ki, Onun bir kəndi də olsun. çox olmadı Lüksemburg üçün. Qismət. Demişdiniz oxumuşam. Oxumuşam. Dəqiq. Oxumuşam, amma nəyə görəsə mənim yanımda İsveçrə qalmışdı. Hı? Amma o bu variantlar içərisində yoxdur. Yəni baxmayaraq ki, İsveçrə özü Şengen zonasına daxil deyil. Nəsə belə bir fakt oxumuşdum, səhv eləmirəmsə. Mən variantlar arasında Belçikanı axtarırdım açığı. Da siz dediniz Lüksemburg. Deməli Lüksemburg. Beləcə Füzuli, ikinci itirilməyə məbləği qazandınız. 1500 manat oyun necə bitir bitsin ən azı aparacağınız puldur. Ən çoxu 100 min. 2 dəfə çoxunu istəyirsiniz. Pis olmazdı. 3000 manat üçün yarışırıq. 10-cu sual. Aktyor, prodüser, rejissor və idmançı Dolph Lundgren'in əsl adı nədir? A. Karl, B. Hans, C. Dolphus, D. Rudolf. Rejissor və idmançı Dolph Lundgren. Bu aktyoru tanıyıram. Görmüşəm, filmlərinə baxmışam. Səhv etmirəmsə, Arnold Schwarzenegger'lə birgə filmlərin hansındasa oynamışdı. Səhv etmirəmsə. Sylvester Stallone. Sylvester Stallone ilə, bəli. Dolph Lundgren.
Rudolf ola bilərmi görəsən? Hərdən çox gülməlidir. Düz gözümüzün qabağındakı hansısa versiyanı adam görmür. Amma digər tərəfdən də Dolfus və Rudolf, bəlkə bunlar bizi çaşdırmaq üçün qoyulan variantlar. Mən də onu fikirləşirəm. Hans Dolfus və Lundgren, Rudolf hər ikisini istisna edib ən gözlənilməyən variant hansımı seçim görəsən? görürsən cavab hansıdır? Dolfus, Karl Lundgren heç uyğun gəlmir. Necə gəlmir? Karl Lagerfeld ola bilir, Lundgren ola bilir. Lagerfeld ola bilir, amma Lundgren ola bilmir. Ola bilmir. Yaxşı. Nəysə dilimə yatmır adı. Hans necə? Hans Lundgren uyğun gəlir məncə. Dolfus Lundgren və yaxud Rudolf Lundgren biraz qarşılanır. Biz deyəsən mürəkkəbləşdiririk. Hər şey çox sadədir. Siz bilirsiniz də, Cavan Zeynallının bütöv adı Cavanşir olub. Qısaca Cavan Zeynallı. Bu da Rudolf olub, qısaca Dolf. Dolfus da ola bilər. Yaxşı, Dolfus. Dolfus Lundgren. Evdən çıxanda deyib ki, mənə bağışlayın. Bu adla mən gedib nə prodüser, nə rejissor olasıyam. İcazənizlə bu us sizdə qalır. Mən getdim. Amma bir məsələ də var ki, Dolfus adı özü o qədər də yəni, böyük ad deyil ki, yəni hərf sayı baxımından onu kiçilsin, Dolf eləsin. Ona qalsa Rudolf da altı hərfdir. Həmçinin Rudolf. Bəlkə Və bu üstə gəl, adlar... əgər bunu kiçiltmək istəyibsə və yaxud dəyişibsə, nəyə görə əvvəlinə Ru əlavə edib? Bu da biraz məntiqə uyğun deyil. O heç nə əlavə etməyib. Əksinə bu adlardan biridirsə Daha hecə doğrusu atıb. götürüb, hə. Orada biraz... Və ola bilər Qarışdı. ki, Dolfus və Rudolf bir qədər köhnəlmiş adlardır. Yəni 40-45 il bundan əvvəl, bəlkə 20-25 il bundan əvvəl, yəni peşəkar karyerasına başlayanda Dolf Lundgren belə qərar verib ki, köhnəlmiş adı götürməyəcək. Misal üçün, deyək ki, köhnə kişi adlarından da böyük ağa, deyib ki, sadəcə ağa. Amma bu bir O fərziyyədir. da bir fərziyyədir. Belə bir sual yadır, nəyə görə Karl olmasın? Yəni, mən çox insanlar tanıyıram ki, səhnəyə və yaxud filmə öz adları ilə yox, başqa adla çıxırlar. Biri elə sizinlə üzbəüz oturub. Bilirəm. Elə mən də ona eyham vurdum. Odur ki, baxın. 1500 manat, səhv etmirəmsə, artıq yanmaya məbləğində, düzdürmü? Eynən. Belə çıxır ki, mən heç nə itirmirəm. Heç. Ona gəlin, elə düz məntiqdən gedək və Dolfus deyək. Rudolf yox. Rudolf deməyək. Son qərarınız. Burada mən şansımı test eləyirəm. Olsun C variantı, Dolfus. Son qərarımdır. Bu İsveç əsilli Amerikalı aktyor ola bilər ki, sizin dediyiniz kimi Dolfus adından imtina edib. Amma İsveçdə ən məşhur ad hansıdır? Karl. Hans. Mən sizdən soruşdum, görəsən cavab hansıdır? Cavab hansıdır? 1500 manat qazandınız və bu mükafat sizə Azərlotereya tərəfindən ən qısa müddətdə ödəniləcək. Təşəkkür ederim. Füzuli, mənə elə gəlir ki, bu şansınız yoxdur mənasına gəlmir. Şansınız olmasaydı, biz sizinlə görüşməyəcəkdik. Razıyam sizinlə. Görüşənədək. Görüşənədək, sağ olun.
bu heyecanlı oyuna biraz da isti qatmaq lazımdır. Ucardan Yeganə Hüseynli Milyonların şousunda. Yeganə xanım, xoş gəlmişsiniz. Çox sağ ol, təşəkkür edirəm. Nə işlə məşğul olursunuz? Mən müəllimiyəm, Ucarda. bəli. Hansı məktəb? Kürəmlər tam orta məktəbin coğrafiya müəlliməsi. Nə gözəl. Mən coğrafiya müəllimləri ilə oynamışam. Onlarla oynamaq bir maraqlı olur. İki çox uzağa gedə bilmirlər, heyf ki. Siz bu stereotipi qırmalısınız. İnşallah. İnşallah. Sizi müşahidə edən qızınız. Qızım Aygün. Aygün xanım nə işlə məşğul olur? O iqtisadiyyatı qutarıb, bu dəqiqə mühasib işləyir. Çox gözəl. O da Ucarda. Xeyr, Bakı Bakıda. şəhərində işləyir. Övladlarınız tez-tez yanınıza gəlir. Bəli. Siz necə Bakıya yolunuz bax Hərdən. belə oyundan oyuna? Hərdən vacib iş olanda. Ən əsası bu axşam burada olduğunuza çox şadam Mən də. və sizə qaydaları xatırlatmaq istəyirəm. Buyurun. 15 sualımın hamısına cavab verdiyiniz təqdirdə 100 min manata sahiblənirsiniz. 5-ci suala cavabdan sonra ilk itirilməyən məbləğ 200 manatı qazanırsınız. Daha sonra ikinci itirilməyən məbləği təyin etmək isə öz ixtiyarınızdadır. Bunu oyunun hər bir məqamında etmək səlahiyyətini sizdə saxlayırıq. Xatırladıram ki, 3 köməyiniz var. 50-50-yə, dosta zəng və tamaşaçıların köməyi. Odur ki, oyun öz əlinizdədir. İnşallah. Milyonların şousu sizin üçün başlayır. İlk sualım 10 manat dəyərində. Aşağıdakılardan hansı balıq növüdür? A. Çəki balığı, B. Həcim balığı, C. Kütlə balığı, yoxsa D. Temperatur balığı. Düzgün cavab A'dır. Çəki balığı son qərarım. İlk sualda səhv etmədiniz. İkinci sual və 20 manat. İlkin sözü hansı mənanı verir? A. Ortancıl, B. Növbəti, C. Sonuncu, D. Birinci. Düzgün variant, düzgün cavab. D variantı birinci son qərarım. Həm də ilkin olaraq da səsləndirilir. Eynən elədim. Aygün xanım ilk övladınızdır Bəli. və yeganə. Xeyr, bir oğlum da var. Allah saxlasın. Çox sağ ol, təşəkkür edirəm. Üçüncü sual, 50 manat üçün oynayırıq. Hansı sözdə od kəlməsi alov mənasını vermir? A. Od atəş, B. Od köz, C. Odikolon, D. Od söndürən. Demək, çox gözəl cavablar var. Düzgün cavab C variantı adekolon. Adekolon, bunların heç birinin digər variantlarla əlaqəsi yoxdur. Adekolon səhv etmirəmsə, Almaniyada yaranıb Köln suyu deməkdir. Adekolon son qərarım C variantı. Hər şey düz dediniz. Çox sağ ol, təşəkkür ederim. Kölündən gələn su, Ödekolon. Köln suyu deyirlər. Dördüncü sual, 100 manat üçün oynayırıq. Başqasının sözünə və ya sualına dərhal münasibət bildirən adama nə deyirlər? A. Hərdəm xəyal, B. Hazır cavab, C. Nərmənazi, D. Lal dinməz. Düzgün cavab B variantıdır. Hazır cavab son qərarımdır. Bəli, hazır cavab son qərarım. Bu hazır cavabıydı. Beşinci suala çatdıq. İlk itirilməyən məbləği qazana bilərsiniz. 200 manat üçün bu sual cavablandırmalısınız. Ümidvarım. Abdullah Şaiq nəyi qanadlı çiçək adlandırıb? A. Hörümçək, B. Qarışqa, C. Kəpənək, yoxsa D. Dozanqurdu.
Əlbəttə ki, düzgün cavab C-dir, kəpənək. Kəpənək. Qanadlı çiçək. Çünki kəpənək həm də çox bəzəklidir. Bu son qərardır. Bəli, son qərarım. Yanılmırsınız. Necə oldu ki, bizə anket göndərmək qərarına gəldiniz? Fatih bəy, mən çoxdan ilk dəfə Lider televiziyasında yayımlanırdı milyonçu verilişi. Onda da qeydiyyatdan keçmişdim. Hətta məni dəvət elədilər Lider televiziyasına. Amma sonra veriliş dayandı. Sonra bu yay iyul ayında yenidən anket göndərdim və yanvar ayında mənə cavab gəldi. Və mən iştirak edim. Və burada olmaq bir şanslıdır. Şansdır. Yeganə Çox böyük xanım, şansdır. Buyurun. Yeganə xanım, 100 min manatı necə xərcləyəcəyinizi planlamısınız? Düzü bilirsiniz nəyə sevinərdim ən çox? Əgər 100 mini qazansaydım, ən birinci sevinərdim. Mən axıra kimi getdim. Mən bunu bacardım. Düzdür, pul önəmlidir, önəmli məbləğdir. Onunla hər şey etmək olar. Əgər elə normal məbləğ olsa, mən həmişə onu arzulamışam. Onun bir hissəsini qocalar evinə, bir də uşaq evinə keçirəcəm. Bir qalanları isə evlatlarım üçün sərf eləyəcəm. Bir də özümün arzuladığım bir səyahətim var, bir neçə səyahətim. Mən səyahəti çox sevirəm. Hara? İsveçrə. Onu həyata keçirəcəm inşallah. Kaş alınardı. Bəli, yəni o səyahət alınmasa, belə normal məbləğ olsa, qocalar evinə, uşaq evinə mütləq o məbləği keçirəcəm. Xeyirlisi. İnşallah. 6-cı sualı verirəm. 300 manatı itirilməyən məbləğ təyin etmək Hələ istəyirsiniz. tezdir, gözləyək. Onda sual. Məndə Məcnundan Füzun aşiqlik istedadı var sözlərinin müəllifi kimdir? A. Füzuli, B. Nizami, C. Nəsimi, D. Xaqani. Deməli, çox məşhur kəlmədir bu. Məndə Məcnundan Füzun, Aşıqlik istedadı var. aşiqi sadiq mənəm, Sadiqin ancaq adı var. Məcnunun Məcnun ancaq adı var, bəli. Qarışdırdım. Hətta xanəndələrimiz də bunu oxuyur. Amma Füzuli deyil. Nəsimi. Nəyə görə Füzuli deyil ki? Məcnun və aşıqlik istedadı var. Füzuli Məcnundan yazıb. Yazıb, Nizami də yazıb. Bir söz, deməli, hamısında var. Leyli Məcnun ən məşhur əsər Füzulinindir. Ən məşhur əsəri. Bayaq xanəndələr haqqında dediniz ha. Və xanəndələr də ən çox ondan oxuyur. Füzulinin qəzəllərini oxuyurlar, sözlərini oxuyurlar. Məndə Məcnundan Füzun aşiqlik istedadı var. Hacı Baba Hüseynov. Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var. Cavab verirsiniz yoxsa kömək götürürsünüz? Bu dəqiqə bir versiyamı da nəzərdən keçirin. Füzuli. Məcnun, Nəsimi olmayacaq, Nəsimi. Yadıma salmaya çalışıram. Harda rast gəlmişəm, yəni çox eşitmişəm. Amma müəllifi. Zalın köməyindən istifadə eləyək. Buyursunlar. Pultları əllərinizə götürməyi xahiş edirəm. Füzuli fikirləşirəm, amma yanıla bilərəm. Görək onlar nə fikirləşir. Məndə Məcnundan Füzun aşiqlik istedadı var sözlərinin müəllifi kimdir? Füzulidirsə A, Nizamidirsə B, Nəsimidirsə C, Xaqanidirsə D düyməsini sıxmağınızı xahiş edirəm. Vaxt getdi. Buyurun. %57% deyir ki, bu Füzulidir. Mən dəqiqləşdirmək istədiyim fikrimdə Füzuli idi, amma birinci onu
Razılaşıram auditoriyanın köməyi ilə Füzuli. A cavabı son qərarım. A Füzuli deyirsiniz. Bəs Nizamini görməzdən gəldi yerə bir. Tamaşaçıların, Səhv edə bilərdi. hə? Tamaşaçılar Həmişə səhv üçün həmişə yer var. Siz o qədər Füzuli dediniz ki, əlbəttə bilməyən də Füzulini sıxdı. Ya Nizami çıxsa, oyun dayanmır. Davam edirik. Həm birinci özüm demişdim, bilirdim. Sonra dedim ki, birdən qarışdıraram. Yeganə xanım, növbəti sualın 400 manatını itirməyə məbləğ təyin edirsiniz. Hələ gözləyək. Onda sual. Okulist hansı xəstəlikləri müalicə edir? A. Diş, B. Göz, C. Ayaq, D. Böyrək. Düzgün cavab, yəni fikirləşməyə ehtiyac yoxdur. Düzgün cavab B variantıdır, göz. Son qərarım. Səhv salmırsınız. Okulist. Xeyr. Düzdür, səhv salmırsınız. Səkkiz sualınız qalıb. 2 köməyiniz 1500 manata qədər. Siz 8-ci sualın 750 manatını itirilməyə məbləğ təyin edirsiniz. Gözləyək. Yaxşı, Gözləyək. sualı verim. Aleksandr Cümanın Kameliyalı qadın əsərində kameliya nədir? Kamillə bitki olmalıdır. A. Qiymətli daş, B. İlan növü, C. Gül, D. Başörtü. Aleksandr Dumanın çox əsərlərini oxumuşam. Amma Kameliyalı qadını oxumamışam. Ən çox sevdiyim də Üç Müşketyordu onda. D'Artagnan, Kameliyalı qadın. Kameliya qiymətli daş deyil, ilan növü də deyil. Güldür. Kameliya adında gül, nəsə xatırlayıram, belə bir gül ola bilər. Var belə bir gül, kameliya gülü. Baş örtüyü. Deməli qalmışam C ilə D arasında kameliya. Kameliya gül növü. Baş Peki, örtüyü. 50-50-yə köməyi. Burada yerinə düşər. Hı? Bir də fikirləşəyim, kameliyalı. Deyirsiniz bitkidir. Mənə elə gəlir ki, o gül bitkisidir. Mən belə fikirləşirəm. Həyətinizdə gül əkirsiniz. Xeyr. Var, amma kameliya yoxdur. Var, amma kameliya yoxdur. 50-50-dən əldə istifadə edək. Bu kömək imkan verir ki, siz indi 2 səhv variantı dahi görməyəsiniz. Diqqət. Ümidvarım. Hansı gedir? Ah. Yeganə xanım. Kompüterin bizimlə oynadığı oyuna bax, hə? Hə, Baş örtüydü, yoxsa gül? Belə klonlar da var. Adətən ağ mərmərə bənzər daşın üzərində yonma ilə bu klonları kameliya adlandırırlar. Və onun üzərində adətən zərif bir xanım ovulmuş olur. Yadımda deyil, sadəcə əlində gül olur, yoxsa başında örtük. nəsə belə xatırlayıram. Gül variantı daha çox uyğun gəlir, daha çox məni çəkir özünə. Gül. Son qərarda deyil. Son qərarım. C. Gül. Əsərin qəhrəmanı xəstə idi və
Kameliya onun bir vacib problemini həll elədi. O, ətirləri pis qəbul edirdi. Bundan isə Kameliyadan ətir gəlmirdi. Güldü, amma ətiri yoxdur. 750 manatı qazandınız. 1500 manat üçün oynayacaq, bircə köməyiniz qalıb. Bu məbləği itirilməyən məbləğə çevirirsiniz. 1500 manat itirilməyən məbləğə çevrilir. Sual. ...1949-cu ildə Almaniya Federativ Respublikasının ilk kansleri kim olub? A. Ludwig Erhard, B. Willy Brandt, C. Helmut Schmidt, yoxsa D. Konrad Adenauer. Deməli bu İkinci Dünya Müharibəsindən sonra olan tarixli ilk kansler. Helmut Schmidt. Helmut Schmidt mənim uşaqlıq dövrlərimə təsadüf eləyir. Onun adını eşidirdiniz, xəbərlə. Bəli, eşidirdim. Kansler Helmut Schmidt yadımdadır. O gözümün qabağına gəlir Helmut Schmidtin bütün obrazı. Sizin uşaqlığınızda dəqiq 49-cu ilə təsadüf etmiş. 70-ci illər. O zaman Yuxarıda bundan da yuxarı. Yəni yadıma gəlir ki, Helmut Schmidt o dövrlərdə olmayıb. Ludwig Erhard, Willy Brandt, Konrad Adenauer. Dosta zəng eləyək. Son köməyimdən istifadə eləmək istəyirəm. kimdən soruşacaqsınız? Hamlet müəllimdən. O sizin iş yoldaşınızdır. İş yoldaşım olub, indi Bakıda işləyir. Tarix müəllimidir. Bu faktı biləcəyinə əminsiniz? Əminəm, bilər. Yaşca sizdən böyüdü, kiçikdir. Kiçikdir. Yaşca məndən kiçikdir. Bilsə nə yaxşı olar. İnşallah ümid eləyək ki, bilər. Yeganə xanım, bu halda Hamlet müəllimi yığmaqdan başqa əlacımız yoxdur. Bəli, Axşamınız xeyir Hamlet müəllim. Sizinlə danışan Fatihdir Milyonların şousundan. bəli, buyurun Fatih müəllim. Axşamınız xeyir olsun. Mənimlə üz-üzə yeganə xanım əyləşib. Sizin keçmiş iş yoldaşınız. Bəli, bəli. Yeganə Hüseynli. Tamamilə doğrudur, ucardan. Və Bəli, bəli, bəli. bir sual vermişəm, dedi ki, Hamlet müəllim olmasa cavab verə bilməyəcəm. Müsaitsiz? Bəli, buyurun Fatih müəllim. 30 saniyə vaxtınız var və həmin vaxt elə indi başlayır. Hamlet müəllim, 1949-cu ildə Almaniya Federativ Respublikasının ilk kansleri kim olub? 49-cu ildə AFR-in ilk kansleri. Ludwig Erhard, ilk kansler. Adenauer. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, uğurlar müəllim. Çox sağ olun, təşəkkürlər. Siz də bilirsiniz kimə zəng vurmaq lazımdır, ha? Cavabınız? D variantı Konrad Adenauer son qərarım. D. Konrad Adenauer. Ha. Ola bilər ki, səhv edib. İnanıram ki, səhv olmaz. İnşallah düz olar. Əlbəttə düz deyil. Çox sağ olun. Gözünüz aydın, 1500 manatı sığortalaya bildiniz. Bu məbləğ sizə istənilən halda Azər Lotereya tərəfindən ödəniləcək. Ən azı bu qədər. Çox sağ olun. Təşəkkürlər. Amma mən sizdən çoxunu gözləyirəm. Mən əminəm ki, siz 100.000 manata qədər çata bilərsiniz. İnşallah. O cür Şans. istək, o cür arzularınızla Bəli. uzağa getməyinizi istəyirəm. Çox sağ olun, təşəkkür edirəm. 10-cu sualımı verirəm. İnşallah. 3000 manat üçün. Sual budur.
Eritreyanın dövlət emblemində hansı heyvan təsvir olunub? A. At, B. Dəvə, C. Zebr, D. Lama. Deməli belə. Eritreya Afrika dövlətidir. Eritreya balaca bir dövlətdir. Lama ümumiyyətlə Afrika üçün xarakterik heyvan deyil. Cənubi Amerikada yaşayan heyvandır, Ant dağlarında. Qoyduq qırağa. D variantı uyğun gəlməyəcək. At, zebr və dəvə hər iki belə deyək, materikdə var, qitədə var. Dəvə və zebr. Eritreyanın emblemi yada salmağa çalışım. Dövlət emblemində. Mənə yaxın gələn variant var. Hansını deyirsiniz? O zebr variantıdır. Yaxın gəlir mənə variant. Eritreya. Bu sualda risk yoxdur. İtirəcəyiniz bir şey yoxdur. Bircə oyun dayana bilər. Bəli. Ürəyinizə zebr yatırsa, bu cavabı verib 3000 manat qazana bilərsiniz. Dəvə və at. At və zebr. Lamadan uzaqlaşıram, at və zebr. Eritreya. Eritreya, Afrikanın şərqində olan dövlətdir. Ola bilər dəvə. Dəvə də ola bilər. Amma dəqiq əmin deyiləm. Ola bilər. At. Ya dəvə olar, ya da zebr olar. Zebr. Adətən bəzi ölkələr heyvanları öz dövlət embleminə daxil edirlər. Çoxdur belə heyvan təsəvvür olan dövlət emblemləri çoxdur. Dəvə və zebr. Onsuz da risk etməliyəm, köməklərim yoxdur. Sadəcə olaraq birinci köməyimdən, auditoriyanın köməyindən istifadə eləməyə yerində olardı, çox gözəl olardı. Hep göz intuisiyama inanmadım. İndi intuisiyam mənə zebranı deyir, zebr. Ya da dəvə. Bunda risk eləyək, Fatih müəllim. Nədir son qərarınız? Son qərarım. Zebra, zebra. Son qərarım zebra. C, zebra. C. Zebra deyirsiniz. Bəli. Müstəqillik müharibəsi dövründə bu heyvanlar Eritreyanın həyatında önəmli rol oynayıblar. Nəqliyyat sistemi onlarsız Dəvə. mümkün deyildi. Dəvə, Dəvə. dəvə, dəvə. Ay. Dəvə son ağlıma gəldi son dəfə. Atalar deyib axı dövlətdə dəvə. Dövlətdə dəvə. Ax, sizin dövlətdə olmağınıza 1500 manat necəsə kömək olmalıdır. Azərbaycan bu pulu sizə ödəyəcək. Çox sağ ol. Yeganə müəllimə, tövsiyəniz bu yay tətillərində uşaqlar və böyüklər nə etməlidir? Ən vacib iki şey. İncəlmə. İkincisi, Çoxlu mütaliə eləmək. çox sağ olun ki, gəlmişdiniz. Çox sağ olun. Təşəkkür ederim. Bilirəm, mən daha yaxşı oynayardım deyirsiniz. Necə oynaya biləcəyinizi az sonra sizə xatırladacağım. Hələlik isə qarşılayın Naxçıvandan Leyla Zeynalova Milyonların şousunda. Xoş gəlmişsiniz Leyla xanım. Xoş gördük, xoş gününüzə gələk. Siz Naxçıvan Dövlət Universitetində çalışırsınız. Bəli, Dərs deyirsiniz. bəli, baş müəlliməm. Nə gözəl, hansı fəndən? İngilis dili fənni üzrə dərs deyirəm. Filologiya üzrə fəlsəfə doktoruyam. Dosentliyə hazırlaşıram. Maşallah.
Bəli, çox sağ olun. Leyla xanım, İngilis dili çətin dildir. Əslində çox çətin dil deyil. Dillərin arasında ən asan dildir. Ona görə qlobal şəkildə yəni öyrənilir, asan dil olduğu üçün. Sadəcə o düzgün tədris etmək lazımdır. Yaxşı. Naxçıvanda İngilis dilini ən yaxşı bilən kimdir? Ən yaxşı bilən müəllim, çox müəllim var. Yaxşı bilən müəllim çoxdur. Və şagirdlərdən? Şagirdlərdən də tələbələrimiz arasında yüksək ballı tələbələr, həmçinin repetitoram. Uşaqları ali məktəbə hazırlaşdıram. Yüksək ballı tələbələrimiz və nəticələrimiz çox yüksəkdir, vardır. Mənə bir sirri açın. Bəli. Bugün dəstəkçinizi görürəm. Həyat yoldaşınız Məhərrəm müəllimi salamlayıram. Məhərrəm müəllim İngilis dilini necə bilir? Məhərrəm müəllim mənim qrup yoldaşım olub. Aa! O da İngilis dili müəllimidir. Eyni universiteti bitirmişik. Sadəcə o sahəsi üzrə davam eləmir. Fərqli sahələrdə çalışır. Mən bugün sizə 100.000 manatı qazanmağı arzu edirəm. Təşəkkür edirəm. Və arzu edirəm ki, bu pullar bəlkə də Naxçıvana getsin. İnşallah, tək olsun. Xatırladıram. Bəli. 15 sualıma doğru cavab aldığım təqdirdə 100.000 manatla vidalaşmağa hazıram. Baxın, 5-ci suala cavab verdikdən sonra siz ilk itirilməyən məbləğ 200 manatı qazanırsınız. İkinci itirilməyən məbləği təyin etmək isə sizin öz ixtiyarınızdadır. Və bunu oyunun istənilən məqamında edə bilərsiniz. Xatırladıram ki, 3 köməyiniz olacaq. 50-50-yə, dosta zəng və tamaşaçıların köməyi. Sizin üçün başqa bir sual qaldı. Yox, hər şey aydındır. Təşəkkür edirəm. Onda milyonların şousu sizin üçün başlayır. Leyla xanım, ilk sualım 10 manat qazandırır. Sual belədir. Kompüter siçanı ilə nə etmək olar? A. Pəncərə açmaq, B. Pəncərə yumaq, C. Pərdə asmaq, D. Darvaza quraşdırmaq. Təbii ki, pəncərə açmaq, son qərarım A bəndi. A. Pəncərə açmaq. Bəli. Doğru buyurursunuz. Windows əməliyyat sistemində məhz bunu etmək mümkündür. İkinci sual 20 manat qazandırır. Aşağıdakılardan hansı ölçü vahidi deyil? A. Millimetr, B. Milligram, C. Millisaniyə, D. Milli mədəni. Son qərarım D bəndi, milli mədəni. Milli mədəni. Bəli. Yanılmadınız. Üçüncü sual 50 manat üçün. Hansı söz inatkarlıq mənasında işlədilir? A. Hərislik, B. Tərslik, C. Xalislik, D. Bir nəfəslik. Son qərarım B bəndi, tərslik, inatkarlıq bildirir. Düzgün seçim tərs insan. etdiniz. Hə. Amma bu sualı bir nəfəslik keçdik. Dördüncü sual 100 manat üçün. Hansı varlıq real canlıdır? A. Div, B. Su pərisi, C. Qulyabanı, yoxsa D. Komodo əjdası. Su pərisi, rusalka, sudayan mövcud deyil. Qulyabani də düşündüyüm kimi. Qalır div və komodo əjdası. Komodo əjdası. Hər halda komodo əjdası. Cavabınız? D bəndi, son qərarım. Əsl varanlar fəsiləsinə aid kərtəngələ Bəli, növüdür. böyük. Odur. 5-ci suala keçirəm. İlk itirilməyə məbləği qazanmağınız üçün. Sual 200 manat qazandırır. Keçmişdə kimə incinar deyirdilər? A. Mühəndis, B. Balıqçı, C. Həkim, yoxsa D. Müəllim? İncinar. İncinar, injinar. İnjiniyer. Mühəndis. A bəndə, son qərarım. İngilis dili burada köməyinizə gəldi. Hə? Eşləyərdiniz bu sualda olar. Yox. Düz cavab verdiniz. Eynən injiner sözünün təhrif olunmuş İnjiniyer. versiyası kimi. 5 sual geridə qalıb, irəlidə 10 sual var və bu kiçik fasilədən istifadə edib dəqiqləşdirmək istəyirəm. 100.000 manatla bağlı nə plan qurmusunuz?
100.000 manatla planım çoxdur əslində, lakin ən böyük planım istəyirəm Londona gitmək istəyirəm, bəli. Çünki o haqda biz çox Çünki oxuyuruq. London is the capital of Great Britain. Great Britain, yes. Yes. Sizcə İngilis diliniz daha zəngindir, yoxsa Azərbaycan diliniz? İngilis dilimi daha zəngin. Müqayisəli şəkildə öyrəndiyimizə görə, düşünürəm paralel şəkildə, hətta rus dilində paralel öyrəndiyimizə görə üçü də daha yaxşı. Bəs getsəz, Londona varsaz, çatsaz, Bəli. birinci getmək istədiyiniz yerlər hansıdır? Birinci getmək istədiyim Big Ben, sonra Faktiki olaraq İngilis dili kitabını soldan sağa yes, gəzmək istəyir. Buckingham Palace, Oh, without articles. Yes. And Trafalgar Square. yes, travel and I, big I. Lap yaxşı. Mən arzu edirəm ki, qazanacağınız pul bu səfəri həyata keçirməyə imkan versin. Bəli. Növbəti suala keçid alırıq. 300 manata itirilməyə məbləğ təyin edirsinizmi? Biraz gözləyə. Yaxşı. Sualım budur. Daxili sekresiya vəzirləri tərəfindən ifraz olunan bioloji fəal maddə necə adlanır? A vitamin, B konservant, C hormon, D antidot. Düşünürəm ki, C bəndi hormona üstünlük verək. Çünki hipofiz daxili sekresiya vəzirləri tərəfindən ifraz olunan bioloji fəal maddə düşünürəm ki, hormon adlanır. Çünki birbaşa o vəzirlər o hormonlara görə məsuliyyət daşıyır. Cavabınız? C bəndi son qərarım. Hormon. Hormon. Qəribədir, siz tibb barədə belə məlumatlı olmağınızın səbəbi nədir? Çünki biz fərqli fakültələrdə dərs deyirik, ingilis dilini və tibbdə uzun müddət dərs demişəm. Ayda, necə lazım oldu? Düz tapdınız. Leyla, 400 manatı itirilməyə məbləğ təyin etmək istəyirsən. Biraz da gözləyək. Yaxşı, 7-ci sualı verirəm. Tarixi simvolların tədqiqi ilə məşğul olan Robert Langdon hansı yazıçının ədəbi qəhrəmanıdır? A. Paulo Coelho, B. George Martin, C. Haruki Murakami, yoxsa D. Dan Brown? Tarixi simvollar danışsaq, Dan Brown'u oxumuşam. Orada Leonardo da Vinci kodlaşması, tarixi simvollar, əgər onu nəzərdə tutursa. Ümid edirəm ki, sual müəllifinin də məntiqi sizinki ilə eynidir. Tarixi simvollar, çünki orada o bütün o şifrələmə, kodlaşma Mona Lisa'da hamısı orada aparılır. Və düşünürəm ki, Robert Langdon, müəllifin adı tam yadımda deyil, lakin tarixi simvolların tədqiqi ilə Dan Brown məşğul idi. Mən bilə, Paulo Coelho biraz daha fərqli janrda yazır. Veronika və s. Haruki Murakami də tamamilə biraz fantastik üslubda yazır. George Martin əsərlərini oxumamışam. Dan Brown'u düşünürəm. İnşallah ki, yanılmaram. Cavab verirsiniz? Verək. Son qərarınız? Bəli, Dan Brown. D. Dan Brown. Və bu dəfə də yanılmırsınız. Leyla xanım, mütaliəniz məni valeh edir. Çox sevindim yerinizə ki, bildiyiniz yerdən suallar düşür. İnşallah ki, elə davam eləyər. Tutu göz dəyməsin. 8-ci sual. 750 manat itirilməyə məbləğ təyin edirsiniz. Gözləyək. Yaxşı. Bəli. Karib dənizinin quldurları filmində hansı qəhrəmanın üzündə 8 ayaqlı ətraflarını görmək olar? A. Hector Barbossa, B. Armando Salazar, C. Davy Jones, yoxsa D. Henry Turner? Kinonun Johnny Depp baş qəhrəmanıdır və hətta orada baş qəhrəman oynayır. Jack Sərçə. Jack Sərçə, Jack Varabey, bəli, oynayır. Lakin o qədər sevmirəm, baxmamışam. Sadəcə olaraq... Johnny Depp'i sevmirsiniz, yoxsa yox, o bu hekayəni... biraz o üzündə 8 ayaqlı ətraflarını
ətrafları olan O qəhrəmanı. bəli, sevmədiyimə görə ona görə Yadınızda da onun saqqalı kimi belə bəli, gedir, tərpəşir. gəlir. Hətta onun biraz ona görə kaş ki baxardım. Armando Salazar, Hernito. Bu sual mənə də düşsəydi, eyni səbəbdən ona cavab verə bilməyəcəkdim. Çünki mən də məhz bu səbəbdən baxmamışam Karib dənizinin quldurlarına. Düşünürəm köməyə müraciət etməli olacağım, lakin hansı köməyə? Hansı köməyə? 50-50-yə nəsə verər sizə? Düşünmürəm. Bəs kiməsə zəng etməyiniz bu yerdə düz olar? Qardaşıma zəng eləyə bilərəm, bəlkə o kömək eləyə. Zəng vuraq, yoxsa tamaşaçılardan soruşaq? Armando Salazar, Hector Barbosa, David Jones, Henry Turner. Adlar mənə bir şey demir. Qardaşınız dəqiq bilirsə zəng vurmağın mənası var. Karib dənizinin quldurları filmində hansı qəhrəman üzrə 8 ayaqlı ətrafları görmək olar? Çox çətin bir qərarda auditoriya kömək edərmi? Niyə etməsin ki? Müraciət eləyək. Tamaşaçılardan pultları götürməyi xahiş edirəm. Karib dənizinin quldurları filmində hansı qəhrəmanın üstündə 8 ayaqlı ətraflarını görmək olar? Sualım budur. Hector Barbosa-dırsa A, Armando Salazar-dırsa B, David Jones-dursa C, Henry Turner üçün D düyməsini sıxacaqsınız. Buyurun, səs vermə başlayır. Getdik. Hector Barbosa 47%. İnanmaq olarmı? Nəsə mənə inandırıcı gəlir. Sizə Mənə yox? inandırıcı. Biraz o Barbosa adı o kinoya uyğundur deyə biraz Turner olmaz yəqin hər halda. Salazar, David Jones. Olsun Hector Barbosa. Bu son qərardır. Bəli. A. Hector Barbosa. Heyf baxmamışıq. Məncə də çox heyf. Çünki daha tez bilərdi ki, düz cavab vermişik ya yox. Yoxlayaq. Cavabımız düzdür, səhvdir. David Jones imiş. Çox pis. Heyf. Çox pis. Tamaşaçılarımıza 2, sizə isə 200 manat. 200 manat mükafatınızdır və bu pulu sizə Azər Lotereya ən qısa müddətdə ödəyəcək. Leyla xanım, İngilislər bu situasiyada deyirlər good luck, yəni yolunuz açıq olsun. Thank you very much. Görüşənədək. İnşallah. Əziz tamaşaçılar, bu milyonların şousu idi və bu milyonların oynamalı olduğu oyundur. Gəlin oynayın. Aşağıda gördüyünüz nömrəyə elə bugün özünüz barədə yazın. Növbəti mövsümdə sizi görməyə çox şad olaram. Çox istəyərəm ki, sizinlə oynayaq. Çox istəyərəm ki, gəlib buradan 100.000 manat aparasınız. Hamıya dərs olsun.